Salam dəyərli izləyicilər, bütün riyaziyyatla maraqlanan tələbələr, şagirdlər, hər bir kəs. Bugün sizlər üçün belə bir tənliyə baxacağıq. Tənliyi həll edin. 4x kvadratı çıxaq x çıxaq 2-nin kvadratı vuraq 12 çıxaq x kvadratı. Tənliyə baxırıq, sağ tərəfi açsaq 4 dərəcəli çoxaydlı alınır. Və bu 4 dərəcəli çoxaydlı da ümumiyyətlə bir yerdə baxanda bərabərlikdə 4 dərəcəli tənliyə alınır. Bu isə müəyyən çətinlik yarada bilər. Sadə yol axtaraq. Baxıram 4x kvadratı sol tərəfdə. Sağ tərəfdə vuruqlardan biri x 2-nin kvadratıdır. Onda verilən tənliyi 4x kvadrat bərabərdir x çıxaq 2-nin kvadratı vuraq 12 çıxaq x kvadratı. Verilən tənlikdən 12 çıxaq x kvadratını tapıram. Yəni buradan yazmaq olar ki 12 çıxaq x kvadratı bərabərdir 4x kvadratı bölünsün x çıxaq 2-nin kvadratı. Və buradan da alıram və yazaq bu şəkildə. X kvadratında keçirdək sağ tərəfə, yazılışda birinci yazaq. Yəni belə yazıram. 4x kvadrat bölünsün x çıxaq 2-nin kvadratı üstə gəl x kvadrat bərabərdir 12. Burada nə görünür? Kəsirdə surəti 2x-in kvadratı kimi yazsaq, onda olacaq 2x bölək x çıxaq 2-nin kvadratı. Üstə gəl x kvadrat bərabərdir 12 alırıq. Və burada a kvadrat üstə gəl b kvadrat bərabərdir a üstə gəl b kvadrat çıxaq 2ab. Eyniliyini sol tərəfə tətbiq eləyək. Bura tətbiq eləyirəm. Onda buradan alırıq ki 2x bölünsün x çıxaq 2-nin 2 a üstə gəl b yazır. Üstə gəl x kvadratı çıxaq 2 vuraq x vuraq 2x bölünsün x çıxaq 2 bərabərdir 12'ye. Buradan da alırıq. Kəsiri hesablasaq, bu kvadrat böyük dərəcəsinin içərisindəki ifadəni sadələşdirsək, olacaq bu şəkildə 2x üstə gəl x kvadrat çıxaq 2x bölünsün x çıxaq 2-nin kvadratı. Burada da aldıq ki, verəcək çıxaq 2 vuraq 2 4 x kvadratı bölünsün x çıxaq 2 bərabərdir 12'ye. Sadələşdiririk ifadəni. 2x'lər islah oldu. Qaldı x kvadrat bölünsün x çıxaq 2'nin kvadratı. Bu ifadə verdi. 4'ü qarşıda kəsin qarşısında yazıram. Vuraq 4. X kvadrat bölünsün x çıxaq 2 bərabərdir 12'ye. Və diqqətlə fikir verin. Mötərizə içərisindəki ifadə ilə buradakı ifadə eynidir. Onda biz həmin ifadəni x kvadrat bölünsün x çıxaq 2'ni bir t ilə əvəz eləsək, alırıq t kvadrat çıxaq 4t çıxaq 12 bərabərdir 0. Çevrilmiş kvadrat tənliyi aldıq. İkinci əmsal cüt ədəd olduğundan bunu 2'yə bölmə düsturundan həll edirik. T1 2 bərabərdir. 4'ü 2'yə böləndə 2 üstə gəl çıx 2'nin kvadratı 4 üstə gəl 12. Bu da bərabərdir 2 üstə gəl çıx 16. 16'dan kök 4 çıxdı. Deməli aldıq ki T1 bərabərdir, yaza bil 2 çıxaq 4 bərabərdir mənfi 2. T2 bərabərdir 2 üstə gəl 4 elədi 6. Və bu tapdığım qiymətləri ayrılıqda gətirib əvəzləmədə yerinə yazırıq. Əvəzləmədə yerinə yazırıq. Birincini yazaq əvəzləməni.
x kvadrat bölünsün x aşağı 2 bərabərdir mənfi 2. Buradan alırıq x kvadrat bərabərdir mənfi 2x üstə gəl 4. Tapırıq buradan x kvadrat üstə gəl 2x çıxaq 4 bərabərdir 0. Bu da çevrilmiş kvadrat tənlikdir. Tapıram x1 2 bərabərdir. Mənfi 2 bölək 2 mənfi 1 olacaq. Mənfi 1 üstə gəl çıx. Mənfi 1'in kvadratı 1 üstə gəl 4. Və buradan tapdıq mənfi 1 üstə gəl çıx kök altında 5. Deməli x1 bərabər oldu. Mənfi 1 çıxaq kök altında 5'ə. x2 bərabərdir mənfi 1 üstə gəl kök altında 5. İkinci halı araşdıraq. İkinci halda t'nin yerinə 6 qoyacaq və tənliyin özünü burada yazıram. Olacaq əvəzləmədə yazanda x kvadrat bölək x çıxaq 2 bərabərdir 6'ya. Buradan tapırıq x kvadrat çıxaq 6x üstə gəl 12 bərabərdir 0. Belə bir çevrilmiş kvadrat tənliyi aldıq. T'nin 6 qiymətində. Buradan da görünür ki, diskriminant d bərabərdir 6'nın kvadratı çıxaq 4 vuraq 12. 36 çıxaq 48. Bu da bərabərdir mənfi 12. Deməli diskriminant bu halda kiçikdir 0. Diskriminant kiçikdir 0 olduğundan bu halda tənliyin həlli yoxdur. Yəni x bu halda bərabərdir boş çoxluq. Və tənliyi 2 kökü var. x1 bərabərdir mənfi 1 çıxaq kök altında 5. x2 bərabərdir mənfi 1 üstə gəl kök altında 5. Beləliklə verilən tənliyin 2 həlli olur və bu sadə həll daha yaxşı həll adlanır. Sağ olun, yeni dərslərdə görüşənə qədər.